فاسألوا أهل الذكر إن كنتم لا تعلمون صدق الله العلي العظيم. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. اللهم صل على محمد وآل محمد. Esselamu Aleyküm. Ve aleyküm. Allah Teala namaz ibadeti Allah'ımızı kabul eylesin. Allah. Özümüzü, əhlimizi, qavmimizi, yerin göyün qətasından, bəlasından hifz eləsin. Ölənlərimizə rəhmət eləsin. Sağlığımızı səlamat eləsin. Əhl-i Beytin daim zavvarları olub, məzarlarlarını olub. Əhl-i Beytin zavvarlarını, əzadarlarını səlamat eləsin. İlahi. Muhammedə salavat. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Ayə-i şərifə Allah Teala Qur'an-ı Kərimdə belə bir ayə buyurur. Fəs'əlu əhlə zikr in kuntum la ta'lamun. Fəs'əlu və soruşun zikr əhlindən. Zaman siz bir şey bilmədiniz. Bu zikr əhlini sual eləyəndə ki, imamlardan, əyimmələrdən ki, biz bu zikr əhli kimdir ki, biz onları Allah deyir bizə ki, soruşun onlardan. Zaman siz bir şey bilmirdiniz. İmam Cəfər Sadıq ağa cavab verib ki, biz o zikr əhli ki var, kəlmə işlənir. Zikridən məqsəd bizim cəddimiz Əli ibn Əbi Talıbdır, əhli də bizi buyururdur. Biz bilirik Qur'an-ı Kərimdə bir parə rəmzilər vardır. Qur'anın bir zahiri var, bir batını var. Zahirində zikr əhlindən, zikrin mənası, yəni ki, elm əhlindən, düşüncə əhlindən nə ediyor? Bir şey bilməyəndə soruşur, yəni alimdən soruşur. Alim ki, bilən olar. Amma bu alimlərin başında duran alim də var. Bəli, və fəvqə kulli zi ilmin alim. Hər bir alimin üstündə biz alim qərar vermişik. Yəni, hər biləndən üstündə bir biləndə qərar vermişik. Amma Əhl-i Beyt ki, bütün hamısından ən biləndədirlər, şeyh yoxdur. Bunlara deyirlər zikr əhli. Budur ki, Həzrəti Əli əleyhissalam buyurdu ki, Səluni qəblə ən təfquduni. Soruşun məndən nə qədər məni itirmiyorsunuz, nə qədər mən sizin aranızdan getməmişəm. Həmən o zikr əhlinin cümləsindən biri də İmam Cəfər Sadıq əleyhissalamdır ki, bu ağa belə bir dənə İmam Hüseyin əleyhissalamdan rəvayət deyir. Deyər ki, Ruviyə ənəl Hüseyin ibn Əli əleyhissalam ki, Câəhu rəzulun. İmam Hüseyin ağanın yanına bir nəfər bir kişi gəldi. Gəldi və qalə dedi, Ənə rəzulun asim. Mən bir dənə çox günahkar bir kişiyəm, günahkar bir adamım. Və la əsbiru aləl məsiyyəti. Biz, mən günahları dözə bilmirəm. Qarşıma çıxan bütün məsiyyətə mürtəkib oluram. Nəfsüdür də şeytan alıb onu aldıma. Bu cürə biz bilir ki, İmam əleyhissalam ona nəsə bir söz desə, o onu həmən o günahdan sakitləşdirib və uzaqlaşdıra bilər. Odur ki, İmam əleyhissalama dedi ki, Fəizni bi muizətin. Sən mənə bir dənə muizə verirəm. Bir muizə ki, onun mənə faydası olsun. İmam Hüseyin ağa buyurdu ki, İf'al xəmsətə əşyain və əcnib ma şeysən. Get 5 dənə şeylər var, onları et, sonra nə qədər istəsən günah etkinə. Görək, onlar nədir? Fəəvvəli zalik. Onların ən birincisi, la təqül rizqallah. Allah verən ruzulardan yeməklə. Allahdan başqa rəzzaq yoxdur ki, bu cürə. Ələ bir söz deyib bunu ki, o da qeyri-mümkün olan şeydir. Və əzinin maaşıdır. Ondan sonra nə qədər istəyirsən, günah edəm. Ruzunu verən Allahdır rəzzaq. Bu cürə və ma min dabbətin fil ərzə illa aləllah rizqaha və ya'ləm istəqərrəha və müstədəha. Allah Teala buyurur ki,
Elə bir canlı yoxdur ki, onun ruzusu mənim öhdəmə olmasın. Bəli. Bu adam baxdı, gördü, yox. Allahdan başqa qeyr Rəzzaq yoxdur, ruzu verən yoxdur. İkincisi İmam Hüseyn ağa buyurdu və sani uxruc min vilayətillah, çıx Allahın vilayətindən və əzni maşiitə, nə qədər istəyirsən günah elə günah. Hara gedəcək ki, Allahdan başqa bir vilayət olsun, hamısı Allahın kütdə. Bu cürə, bax bu ikinci İmam Hüseyn ağanın ona qoyduğu cavab. Və salis, üçüncüsü, utlu maz'an la yarakallahu və əzni maşiitə. Elə bir yer tələb et ki, orada Allah səni görməsin, sonra nə qədər istəyirsən gör, neynəginə, günah ələginə. Bu da qeyri-mümkündür ki, Allahın vilayətindən çıx, yəni asmanın altından xaric ol. Allah ki, həmişə hazır və nazırdır. Onun üçün gecə olmur, gündüz olmur, fərq eləməz. Yerin altı olsun, dəryanın içi olsun, belə bir kaşkaşanlarda olsun insan. Hara geçsə, həmişə Allah neyini görəndir, alimdir, həm də nazirdir, görən və bilən. Həzrət İmam Hüseyn ağa buyurdu, Ər-Rabi, dördüncüsü, İzə zəə mələkül mauti liyəqbizə ruhəkə fətfə'hu ən nəfsik. Vaxtı ki, mələkəl maut gəldi, sənin ruhu qəbz etməyə, bəli, onu özündən dəf elə, uzaqlaşdır, nə qədər istəyirsən günah elə. O da qeyri-mümkün olan bir şey. Canı canandır, diləmiş, verməmək olmaz. Xeyri, nə niza eyləyənik, on nə sənindir, nə mənim. Bu cürə. Baxdı, gördü, yox, bundan da mümkündür. Peyğəmbərlər qəbz ruh olublar. Rüstəmizallar dünyada qəbz ruh olublar. Bu cürə ondan yarıda qutarmaq qeyri-mümkün. Beşincisi, Həzrət İmam Hüseyn ağa buyurdu, Əl-Famil, İzə ədxəltə malikun finnari fəla tədxılı finnar və əzni maşir. Vaxtı ki, cəhənnəmin maliki səni cəhənnəmə daxil elədi, sən daxil olmayın. Bu cürə, nə qədər istəsən, ondan sonra günah əleyhinə. Bu da qeyri-mümkündür ki, Həzrət İmam Hüseyn ağa bu sözləri ona elə bir sözlər dedi ki, o adam bu sözlərin, əməllərin qarşısında mat qaldı. Budur ki, ondan sonra deyirlər ki, bu şəxs böyük bir tövbəkar oldu və böyük kəramət əhli oldu. Allah Teala bizi də İnşallah bu cürə deyilən, bu əqidədə olan şəxslərdən bizi qərar versin inşallah. Əmvatımıza rəhmət eləsin, özümüzü, əhlimizi salamət eləsin. Bu məsciddə Şeyh Məhəmmədimin ağa başda olmağına nə qədər ünasən, şurən, ibadət eləyiblər, dünyasını dəyişiblər. Allah onlara da rəhmət eləsin. Bizim bu savablarımızdan onların ruhuna bizdən hədiyyə olaraq Allah qəbul eləsin inşallah. Əssalamu aleyküm cəmiyyən və rəhmətullah. Haqq Muhammed və bil-Fatihə. Bismillahirrahmanirrahim.